Hamıya salamlar əziz dostlar. Bugün kar simülatora davam edirik. Bugün də bayramdır. Hamımızın bayramı mübarək olsun. Bu Ramazan bayramımız da mübarək olsun. İnşallah bizim üçün çox gözəl bir bayram olar. Bu Ramazan bayramımız mübarək. Bəlkə də oruç tutanlarımız da var. Oruç tutanların şeyini Allah qəbul eləsin. Tutmayanlarımız da bəlkə var. Amma yenə də tutanlara da Allah qəbul eləsin oruçlarını. Buradan səslənirəm. Bugün də bayrama hədiyyə olaraq bir dənə maşın alası yox sizdən. Amma nə alsaq deyil. Güncələmə ilə gəlmişdi. Onu almağa gedirik. Buradan bir dənə maşın götürək. Amma bu hamuru götürmək istəyirəm. Qəşəng idi bu hamur. Yadozad da bu hamur. Deyim kimi, yəni Ramazan bayramımız da mübarək. Amma ona ki belə bayramlara çıxası o gün olsun. Və mən də doğru yeni maşını almağa gedirəm. Deyən görüm neçələri deyir. Biraz tapşırıqlar deyirək azca. Tapşırıqları eləmək lazımdır. Məsələn, cəmi tamamla sürüyə deneməsi, koronayı kullan, polisten kaç. Bunları eləmək lazımdır. Bir də nəsələri dəvirək. Hətta qabağımda nə varsa onları aşırım eləyim. Pul qazandırır çünki. Məsələn, aha dayan. İşə yarayır. Altı dənə şey dəvirmişəm. Yəni, burada tapşırıq eləmək lazım. Bir dənəsi də var, o da yetdi. Nə deyir burada? Kripto kazan. 4000 dənə kripto. Nə yerim onu? 2000 eləsək rahat olar. Bunların hamısını aşıraq belə. Dənə tapşırıq eləmiş oluruq. Gözləyin, hoppa. Aldım pulumu. Yeni maşını almağa gedirəm. Ardından da bir sözlə alacağım. O bir dənə də orada tapşırıq deyir, sürüyə deneməsi. Onu eləyəcəm. Orada gizləməni alırıq biz. Onu da sonraki videoya saxlayacağım. İşarəli olanı. Həm də ki, bir dəqiqə dayan görək. Allah, mən o maşına pulum çatmır şimdi. Bizə bunu alası yox. Ona ama pul çatmır. Yandım. Ona pul çatmırmış. Hava ayırdı. Bir də mən buradan yol uzatmaq istəmirəm. Bir dənə maşını götürüm. Bir dənə tapşırıq da eləyək. Pul falan gələr bəlkə əlimizə. Bunu niyə düşünmədim? Niyə? Ayıldım şöyle mən. Axı heç o maşının üçün pul yığmamışam axı. Get. Bu da çox kirlətdi. Yarıq. İstəsək da yarıq bir dənə. Ola biz hava kosmetologda bilmədiyimiz maşınlar gəlir bizim seriya birisi o. Məsələn, o 4 dənə, 3 dənə belə maşın gəldi. Operasyonun kının olduğunu, Jeep Avenger, Suzuki Jimny onları çox bilmirdim. Onları çox bilmirdim mən. Nəsə hava oyuna gələndən sonra bir çox maşını bilməyə çalışmışam. Bir gün yaxında bu kuleye çıxacaq. Bax, bu kule haqqında da videolar gələcək yaxında. O kuleye də çıxmaq olurmuş əslində. Çıxa bilirik o kuleye. Bir sözü nə tərə çıxırıq. Onu mən sizdən bir yerdə eləyəsiyəm. Abi niyə bu qədər sürüşür? Ya bir yerində dayansan deyirəm. Bentley. Yerində dayansam azca. Burada polis maşını yox. Var ki.
Polis maşını da yox. Məcburen yenə o həminki tapşırığı eləyəcəm mən. Əl koymanı nədir, onu eləyəcəm mən. Sonra baxarıq ola. 41.900 ver hər zaman kimi. Pul dəyişməz ola bu oyunda. Bu oyunda pul mu dəyişər? Nə, bu qədər yolda bu oyunu tuttura bildim. Verdiyim maşın bu idi. Dolar. Karsim 2 yazır da nömrələr dediyim kimi. Tez. Bunu elədim, 41.000 aldım. Kornayı kullan deyil. Sən üçün bile. Məsələn verdin. Dayan, haydan doldu. A tapşırıqlar Hasan deymiş ki, polisten karşı sürət zədəməsini tamamla falan. Abi biz bunu saxt eləyərik. Sıx belə nə olar? Biraz da cavablar da gətirir. Cavablardan da bir pul kasa bilək da. Yoxsa saxtdır. %38 dənə milyonum var imiş bu arada. Gönüllüklər də yaman ver. Ya ağac. Gözəsən mən səni nətər tutturdum bu yolda. Artıq yəni yeni maşının vaxtı gəldi. Bu gözü kara divara gedim. Qətiyyən heç yerə sürüşməyərsən ha. Çox sürüşürsən.
200 min də buradan gəldi. Yəni artıq yeni maşın almağa gedirik indi hazırsa olsa. Yeri burada. Ala bilirik artıq. İşarələ bir silim bir abra. Gecə vaxtı dolu yeri oraya. Bir dəfə də bizi saxlaya bilməsəz, yəni o qədər yolda geysən, o bizi nətərə saxlaya bilir? Deyinə buradan çəkməyə çalışacağım bax. Yeni rekor. Polis sardan gəldiğinde polise başladı o. Nətə olsa bəzi yollar yadımda. Polisten kurtul. Dönəm yəni tapşırıq aldıq deyib. Polisten kaç tapşırığı oldu. Bir dənə də polisten qaçdıq indicə. Əvvəla bu maşını yap, bu maşına çünki yox, burada dayanıqlıq yarışı var imiş. Mən də bunu araba yıxama bilmişdim. Araba yıxama buralarda yoxdur ki. Var ama aşağıda. Mesela yeni maşın üçün hazırsınız. Allah bir dənə görək. Mən güncəlləməylə gələn ilk aldığım maşın bu olmuşdur. Lexus. Bunu aldım dünən. Burada almadıqlarımız var. Məsələn, bunun 100 taslaqdır. Sağ cəvalar burada da Formula var idi. Bir oldu. Bu da Jeep Avenger idi. La bu maşın elektrik. Yəni baxın, elektrikdir bu maşın. Məsələn, belə bir şey var mənə maşının. Heç zaman da bilmirdim ha. Bilmirdim. Gəldi, kimisi bildi mi? Mesela KHB Simulator mən bilmədiyimiz maşınları tanış eləyir bizə. Məsələn, bunu da əvvəl heç bilmirdim. Bunu da oyuna gələndən sonra bildim. Çünki mən bəzi maşınları bilmirəm. Amma KHB Simulator ki tanış eləyir. Nəysə biz bugün bunu alırıq. Bu 175 min olan Jeep Avenger. Yox, Jeep Avenger'dır. Belə Suzuki Jimny. Belə. İçinə baxın. Of, içəriyə baxın deyirəm siz. Buradan da belə bunu aç. Ola maşın çox gözəl görsən, yalnız. 30 açaq bir dənə belə. Qalıb da belə 175 minə aldıq getdə. İndi baxaq görək hızına. Opa. Nə bu maşın? Adı bu maşında drift aktivdir, ölməzən sən? B. Vallahi maşında drift aktivdir, öyle. Məzə kitdadır bu oyun. Sən məzə mi kiddadırsan bilyard? Belə bilyard hardan gəldi almalı da bilyard oynamışam ki. Oyun məzə kiddadırsan sən bizlə. Bence de en güzel drift'e layık olan maşına bu olmalıydı. Bunun da drifti yoktu. La bu maşında niye drift aktifdir ölçməz eləsəm? Oyun. Drift bunda yok idi. Bir de Opel Astra da görünürsən bunda da drift aktifdir öyle. Mən bilən yəni drift mən yəni ki onda da aktiv olan bilməz. Baxaram da amma maşının niyə drift aktifdir öyle o çatmır mı? Balaca maşına drifti yoxdur. Nəsə də. Bu arada maksızını görüm 140 idi. 140'ı burada da görə bilirik.
Ya bu polis səndən də rahatmı yox bizə? Gəzsəm qabaqlayır. Orada elə hızla baxaq duraq elə burada. Səsi nə tərdir? Pisdir elə. Səsi də qəşəngdir. 140 görə bilirik burada. 140 imiş həqiqdən də. Hızı 140'dır. Bu maşın niyə drift aktivdir? Deyim kimi, yəni onun aslında bilmirəm yəni niyə drift aktiv deyil bunda. Sən necə bizdən belə məzək tuta bilərsən oyun? Bu maşının driftinin aktiv olmamağını sən hardan bilirsən? Mən o yerində olsaydım, o maşına bir dəqiqənin içində ən azından bir nə deyim, maşının driftini gətirərdim. O da aktiv deyil. İndi maşın 140'dan gedir də, səncə o yarışı qazana bilər bu? Yığdırmaq lazımdır əvvəlada. O da yığdırmaq bizlikdir olmağa. Çox deyəm ki, niyə bu maşının drifti yoxdur? Dördüncü vitesdə 140'la gedir. Bunun aktiv olması çox qəşəng oldu yalnız. Sayan yolları falan. Yol çox dəyişdi bu stadion. Drifti yoxdur. Bir baxaq görək burada nə tərdir. Yəqin ki, yığdırsaq daha da net baxarıq. Valla hamısı ötdü ki, yəni. Bu drifti yoxdur. Drifti zəifdir ama. Belə hızı da zəifdir, normalda öyle hızımızı. Tormoz test eləyərək yaxşı bir dənə. Mən test eləyərək baxarıq bir dənə. Allah'ım yavaş-yavaş qutaraq ki, yapılan tormozu da eləyək. Ardından da puanı verəcəm ala. Yəni bu maşın niyə drifti yoxdur? Şokda mənə də.
Allah hız yetmir. Yığdırmaq lazımdır bunu. Yığdırmaq. Yığdırmasan bilənməzsən neçə basar bu. Allah. Kaybettin. Atölyədə bunu yüksəldərik. Yavaşsan lan, yavaş. Yine 140. Burada da görsən, burada da en azından 140'ı görə bilirik. Həncə tormuz və tez dayana bilər bu. Qala biraz qəşəng maşınlar gətir bu oyuna bax. Bunlar da qəşəng idi adı. Məndən ola bunlar da qəşəng idi yəni. Biraz belə qəşəng maşınlar gətir oyuna. O da yəqin ki, əməlli sıx-sıx belə güncələməli. İndi biraz bir dənə torumuza basaq görək. Və hindi bastım torumuza. Of. Dayandı. Görsən ortadır. Ortada bile olsa torumuz da bunun qəşəngiymiş. Bunun da torumuzluq demək çox qəşəngiymiş. Həqiqi mənada deyəm, çox qəşəngdir. Torumuzu var. Burada belə saxla. Of. Görə da dayandı. Burada belə dayanaq. Bugünkü videonun da sonudur. Görmüş olduğunuz kimi yeni maşın aldıq. Drifti yoxdur. Yağışları da zəif. Torumuz da orta. Top speed də 140'dır. Onun üzərindən hani bir 5 puan da verdik getdi. Onun üzərindən 5 puan. Bəlkə də yaxşı ola bilər buna. Sizinki nə qədərdir? Yoruma yazarsınız. Bugünlük bu qədər. Sonraki videolarda görüşmək üzrə.